qohum, dost və yaxud belə deyim də, üçüncü bir variant təklif edeyim. Şans üzərində qurulan bizneslər var ki, ya bir tanışı çıxıb ortaya, ya bir qohumu çıxıb, el dilində desən bir dayı çıxıb ortaya, hansı ki bir biznesi qurub və bu şanslarından bu üç variantın birini istifadə edib bir məbləğ qazanıb və iş qurub. Və həmin adamların sabahsı gündə məsəl üçün daha da böyümək istəyib də Dubaya köçmək arzuları. Ümumiyyətlə Dubayda tanışlıq, qohumluq və ya şanslardan danışaq. Hə, şanslardan danışa bilərik. Əlbəttə ki, mən düşünürəm ki, bütün biznesmenlərin bütün biliklərindən əlavə bir şansı da olmalıdır. Amma siz dediyiniz o qohumluq şansı falan peşman, o məsələlər işləmir. Bu qlobal bazardır. Sadəcə nəticə göstərə bilirsənsə, təklifini dəyərləndirə bilirsənsə ki, bu işi görə biləcəksənsə, o işi görəcəksən. Yox, tanış tapdım, kimsə oradan mənə dəstək oldu, o işləmir. İşindən, strategiyasından, biznesindən heç anlayışı olmayan, dediyim kimi, əgər öz biznesindən heç bir xəbəri yoxdursa, biznesi etikası zaten siz dediyiniz kimi biznesi etikada heç bir xəbəri yoxdursa, o orada işləyə bilməyəcək. Ona görə ki, mentalitet də fərqlidir, yanaşma da fərqlidir, ümumiyyətlə biznes mühiti tamamilə fərqlidir. Bizim gördüyümüz, bizim bazarda olduğumuz biznes mühiti fərqlidir.